Ezinse yalan peygamberlerden iraq saxlayınız. Onlar qoyun rəxtində sizin yanınıza gəlirlər, amma batında dərrəndə qurddurlar. Siz onları səmərləri hissəndən tanıyarınız. Biyə tikandan incir o, giyəndən izim yığılar. Ələ belədə hər salım ağac خوب ثمر ویر اما آفتل ağac pis ثمر verir. Salım ağac pis ثمر verə bilməz. Afətli ağac da خوب ثمر verə bilməz. Hər ağac ki خوب ثمر verməyə kəsilər o ot içinə atılar. Pəs siz belə این adamları ثمرləri hissəndən tanıyarız. Belə deyil ki hər kəs məni ya Rəb çağıra gey padişahlığına girə. Bəlkə o adam ki mənim geydəy buamın sədiyini yerinə etirdir gey padişahlığına girər. Qiyamət günündə çox adamlar mənə deyərlər ya Rəb biz sənin adına nəbüvvət etmədik. Biz sənin adına şeytanlı ruhları yazıya çaxartmadik. Biz sənin adına çox qudrətli işlər görmədik. O zaman mən onlara deyərəm, mən heç zaman sizi tanımamışam. Ey siz pis iş görənlər, məndən iraq olunuz. Pes her kes ki mənim bu sözlərimi eşidir و onlara əməl edir, bir ağıllı kişilə iner ki ezeyini daş üstünə dizəldi. Yağış yağdı, seylər ru etdi, yellər əsdi o eyə gic gətirdi. Amma o ey yumurulmadı, çünki pey daş üstünə qoyulmuşdu. Amma hər kəs که mənim bu sözlərimi eşidir و onlara əməl etmir, bir nafəm adamlanır ki ezeyini qum üstünə dizəldi. Yağış yağdı, seylər ru etdi, yellər əsdi və o eyə gic gətirdi. O ey yumuruli و viranlığı beygidi. İsa bu sözləri tikədəndə cəmaət onun təlimlərindən mad qalmışlardı. Çünki o iqtidarla təlim verdi, nə onların Torat müəllimlərinə.